Salam əziz müəllimlər. Mən Günay Xəllova Azman Təlim Tədris Mərkəzinin Riyaziyyat İnformatika üzrə təlimçisiyəm. Bugün sizə ibtidai riyaziyyatdan 2026-cı ildə MİQ imtahanına düşmüş suallardan birinin izahını verəcəm. İbtidai sinif müəllimləri üçün MİQ imtahanına düşmüş növbəti sual belədir. Kater 3 saata axın ilə 51 km yol gedir. Çayın axma sürəti 2 km saatdır. Kater axına qarşı 2 saata neçə kilometr yol gedər? Müəllimlər, biz bilirik ki, katerin öz sürətinin üzərinə çayın axma sürətini gəlib zamana vursaq gedilən yolu alarıq. Buradan 51-i 3-ə bölsək 17, katerin öz sürəti oldu 15 km saat. Yəni saatda 15 km kater axın ilə gedir. Bizdənsə katerin axına qarşı olan sürətini istəyirlər. Axına qarşı olan sürəti tapmaq üçün axın ilə olan sürətdən çayın öz sürətini çıxırıq. 2 saata gedilən yolu tapmaq üçün sürəti zamana vururuq. Deməli, kater axına qarşı 2 saata 26 km yol gedər.